Daniel Kiz, Il Giorno üçün güllər. 7 oktyabr. Strauss bu səhər mənimlə yenidən görüşməyə cəhd etdi. Lakin mən qapını açmadım. Tənha qalmaq istəyirəm. Cəmi bir neçə ay əvvəl oxuduğum və bundan həzz aldığım kitabı indi əlimə götürəndə onu heç xatırlamadığımı anlamaq çox qəribə hissdir. Miltonun necə möhtəşəm olduğu qənaətinə gəlməyim yadıma düşür. İtirilmiş cənnəti əlimə alanda onun Adəm və Həvvadan, bir də ki idrak ağacından bəhs etdiyini xatırlayırdım. Amma onların mənası mənə daha aydın deyildi. Yerimdən qalxıb gözlərimi yumdum. Gözlərimin önündə 6-7 yaşlı Charlie canlandı. O mətbəx masasının arxasında əlində dərslik oturub oxumağı öyrənir. Sözləri təkrar-təkrar söyləyir. Onun yanında, yəni mənim yanımda anam əyləşib. Bir də təkrar elə, Cekə bax, Cekin qaçmasına bax, Cekin baxmasına bax, Cekin baxmasına yox, Cekin qaçmasına bax, deyə anam iş görməkdən qabar bağlamış barmağı ilə həmin cümləni kitabda göstərir. Cekə bax, Cekin qaçmasına bax, Cekin baxmasına qaç. Yox, sən çalışmırsan, bir də de, bir də. Əl çək uşaqdan, sən onu qorxudursan. O öyrənməyə məcburdur. Sadəcə diqqətini toplamağa tənbəllik edir. Qaç, Cek, qaç, Cek, qaç, Cek, qaç. O başqa uşaqlardan daha əstə gəldir. Ona vaxt ver. Lap normaldır. Xəstə də deyil. Sadəcə tənbəldir. Bu yeri onu lap döyə-döyə olsa da öyrədəcəyəm. Qaç, Cek, qaç. Bir də təkrar elə. Qaç, Cek, qaç. Sonra isə gözlərimi masadan çəkib, sanki Charlie'nin gözləri ilə özümə baxıram və anlayıram ki, əlimdə tutduğum itirilmiş cənnət kitabını 2 əlimlə dartaraq tən ortadan düz tikiş xəttindən cırmağa çalışıram. Kitabın arxa üz qabığını artıq qoparmışam, bir də ovuc dolusu vərəqləri. Onları da, kitabı da tullayaraq sındırdığım valları tökdüyüm küncə atıram. Kitab ilə oradaca qalır. Onun ağaran dilləri ilə mənə gülür. Çünki onların nə dediyini anlaya bilmirəm. Mən öyrəndiklərimin heç olmasa bir hissəsini yadda saxlamağa çalışmalıyam. Tanrım, lütfən əlimdən hər şeyi alma. 10 oktyabr. Adətən gecələr gəzintiyə çıxır, şəhəri dolaşıram. Səbəbini bilmirəm. Yəqin ki, insan üzləri görmək üçün keçən gecə küçədə olduğum vaxt harada yaşadığımı xatırlaya bilmirdim. Bir polis məni evə gətirdi. Nədənsə mənə elə gəlir ki, bütün bunlar lap çoxdan başıma gəlib. Bu haqda yazmaq istəmirəm. Sonra isə öz-özümə deyirəm ki, bu cür vəziyyətə düşüb onu təsvir edə bilən yeganə adam mənəm. Yerimək əvəzinə mən təmiz və aydın deyil, boş rəngə qərq olmuş kainatda sanki uçurdum. Mənimlə nə baş verdiyini bilsəm də bunu dəyişmək gücünə sahib deyiləm. Gəzirəm, ya da səkidə eləcə dayanıb yoldan keçənlərə baxıram. Bəziləri mənə baxır, bəziləri fikir vermir, amma heç biri bir kəlmə də demir. Ancaq bir dəfə bir kişi mənə yaxınlaşaraq qız axtarıb axtarmadığımı soruşdu. O məni bir yerə apardı. Əvvəlcə $10 istədi. Ona pulu verdim. Amma o qayıdıb gəlmədi. Bir də necə axmaq olduğumu anladım. 11 oktyabr. Bu səhər mənzilimə qayıdanda orada divanda yatmış Alisanı gördüm. Hər yer səliqəyə salınmışdı. Əvvəl mənə elə gəldi ki, başqasının evinə girmişəm. Amma sınıq vallar və cırıq kitabın otağın küncündəcə qaldığını görəndə buranın öz evim olduğunu başa düşdüm. Döşəmə cırıldadı. Onun səsindən ayılan Alisa məni gördü. Salam deyə mənə gülümsədi. Sən bayquş imişsən ki? Bayquş yox, daha çox dodo quşuyam. Küt dodo. Bura necə girmisən? Yanğın çıxışı ilə, Feyin evindən. Ona zəng elədim ki, səni soruşum. O da dedi ki, səndən narahatdır. Sənin özünü qəribə apardığını, hamıya narahatlıq verdiyini dedi. Ona görə də qərar verdim ki, gəlib səni görüm. Buralara biraz əl gəzişdirmişəm. Dedim, xətrinə dəyməz. Dəyər. Özü də çox. İstəmirəm ki, mənim
Mənə kiminsə yazığı gəlsin. O saçını daramaq üçün güzgüyə sarı getdi. Bura ona görə gəlməmişəm ki, sənə yazığım gəlir. Özümə yazığım gəldiyi üçün gəlmişəm. Nə demək istəyirsən? Demək istəyirəm ki, Alisa çiyinlərini çəkdi. Bu şeir kimi bir şeydir. Səni görmək istəyirdim. Zooparka gedəydin də. Yaxşı da, Charlie. Aramızda sədlər yaratma. Sənin yanıma gələcəyini o qədər gözləmişəm ki, nəhayət qərar verdim ki, özüm gəlim. Niyə? Çünki hələ də vaxt var və mən bu vaxtı səninlə birgə keçirmək istəyirəm. Bu da yəqin ki, mahnıdandır. Charlie, mənə gülmə. Gülmürəm. Lakin vaxtımı kiminləsə keçirə bilmərəm. Ancaq özümə yetəcək qədər vaxtım var, qalıb. Sənin tamamilə tənha olmaq istədiyinə inanmıram. Nahaq yerə. Məhz tənha qalmaq istəyirəm. Bir-birimizdən tam qopmazdan əvvəl o qədər az müddət birlikdə olmuşuq ki, bizim danışmalı mövzularımız, birlikdə edəsi işlərimiz vardı. Bu uzun sürmədi, amma olanlar həqiqət idi. Bax, ikimiz də nələrin baş verə biləcəyindən xəbərdar idik. Bu sir deyildi axı. Mən getməmişdim, sadəcə gözləyirdim. İndi sən mənim səviyyəmdə olarsan elə. Otaq boyunca var gəl edirdim. Amma bu axmaqlıqdır. Bizim gələcəyimiz yoxdur. Mənim gələcək barədə düşünməyə cəsarətim çatmaz. Mənə qalan təkcə keçmişdir. Kim bilir, bir neçə ay, bir həftə ya da gündən sonra o yerində olacam. Ora ki, dalımca gedə bilməzsən. Yox, bilmərəm deyə Alisa qəbul etdi. Ola bilsin. Sənə hətta heç vaxt çəkməyim də. O yerinə düşdüyün andan səni unutmaq üçün əlimdən gələni edəcəm. Özümü yalandan fərqli cür göstərmək istəmirəm. Amma sən getməyənə qədər ikimizin də tənha olmaq üçün heç bir səbəbimiz yoxdur. Alisa nə isə deməyimə imkan verməyərək məni öpdü. O divanda yanımda əyləşən vaxt başımı sinəmə söykəyən an gözlədim. Ancaq panika özünü bürüzə vermədi. O qadın olsa da, ola bilsin Charlie başa düşmüşdü ki, Alisa onun nə anası, nə də bacısıdır. Bu krizisi keçməyi bacardığım üçün içimdə baş qaldıran yüngülləşmə hissi ilə rahatca nəfəs aldım. Çünki məni daha heç nə saxlamırdı. Qorxu ya da saxtakarlığın yeri deyildi. Heç vaxt heç bir qadına bu cür alınmayacaqdı. Bütün sədlər yıxılmışdı. Onun mənə verdiyi ipi açmış, sonunda məni gözlədiyi labirintə keçib gedə bilmişdim. Mən onu bütün varlığımla sevirdim. Özümə elə aparmayacağam ki, güya sevginin sirrini dərk etmişəm. Amma Alisa ilə yaşadığım sadəcə seksdən, sadəcə qadının bədənindən istifadə etməkdən qat-qat üstün bir şey idi. Bu qorxu və əzablardan qoparaq, ayaqlarının yerdən kəsilməsi, nəhəng bir müəmmanın bir parçasına çevrilməyim kimi idi. Mən beynimin qaranlıq küncündən çıxarılmış və başqasının bir parçasına çevrilmişdim. Eyni ilə bir neçə gün əvvəl seans zamanı baş verildiyi kimi. Bu kainatdan da ötəyə ilk addımım idi. Çünki onun içində və məhz onunla bir insan ruhunu yenidən yaradır və əbədiləşdiririk. Genişlənib partlayaraq, büzüşüb içəriyə doğru sıxılaraq, varlığın nəfəs almanın, ürək döyüntüsünün, gecə-gündüzün ritmi, bədənlərimizin ritmi beynimdə əks-sada verirdi. Bu eyni ilə o qəribə halımdakı vəziyyətim idi. Bozörtük şüurumun üzərindən qalxdı və elə o anda beynimə işıq düşdü. İşığın həm də kör edə bilməsi necə də qəribədir. Bədənim kainatın uçsuz-bucaqsız dənizində yox oldu. O dənizin dalğaları ilə yuyuldu. Bədənim verərək, onun bədəni isə qəbul edərək titrədi. Bir-birimizi gecə öz yerini sakit səhərə verənədək bax beləcə sevdik. Onunla birgə yataqda uzandığım vaxt anladım ki, fiziki sevginin əhəmiyyəti necə də böyük imiş. Bir-birimizin qolları arasında olmaq, sevgi vermək və almaq necə mühüm bir şeymiş. Kainat genişlənirdi. Onun hər hissəsi bir-birindən aralanır, bizi qopararaq qaranlıq və tənha boşluğa tullayırdı. Bir-birimizdən, uşağı bətindən, dostu dostdan qoparır. Hərəni bir ayrı cığırla, tənhalıqda ölümdən ibarət
mükafat qutusuna doğru itələyirdi. Lakin bizim yaşadığımız birləşmə və qoruma aktı olaraq buna üstün gələ biləcək gücə sahibdir. Fırtına zamanı gəmidən düşməmək üçün bir-birinin əllərindən yapışan insanlar tək bizim də bədənlərimiz heçliyə atılmamaq üçün insan zəncirindəki bir bəndə döndü. Yuxuya getməzdən bircə saniyə əvvəl feylə olarkən yaşadıklarımı xatırlayaraq gülümsədim. O qat-qat daha asandı. Aramızda olan sadəcə fiziki yaxınlıq idi. Alisa ilə baş verənlər isə qeyri-adi bir sir. Mən irəli əyilərək onun gözlərindən öpdüm. İndi Alisa mənim haqqımda hər şeyi bilir və birlikdə olmağımızın çox kiçik zaman sürəcəyini qəbul edir. Mən ondan çıxıb getməsini xahiş edəndə gedəcəyinə söz verib. Bu haqda düşünmək mənə əzab verir. Lakin bizim indi yaşadığımız mənə elə gəlir ki, əksər adamların hətta həyatı boyunca tapa bilmədiyidir. 14 oktyabr. Səhər oyanıram, amma bilmirəm ki, haradayım və burada nə işim var. Sonra isə onun yanımda görüb hər şey yadıma düşür. O əhvalım olmayanda bunu hiss edir. Mənzildə astaca hərəkət edir. Səhər yeməyi hazırlayır, evi səlqəyə salır. Evdən çıxaraq məni tək qoyur, sorğu-sual etmir. Biz bu axşam konsertə getmişdik. Amma mən konsertdən bezdim və biz oranı yarıda tərk etdik. Daha musiqini əvvəlki tək diqqətimi toplayaraq dinləyə bilmirəm. Oraya getdim. Çünki Stravinskinin xoşladığımı bilirdim. Lakin bu dəfə nədənsə hövsələm çatmadı. Alisa'nın burada olmasının tək mənfi tərəfi odur ki, indi bununla mübarizə aparmağa məcburam. İstəyirəm ki, vaxtı durdurum. Özümü bu səviyyədə dondurum və Alisa'nın çıxıb getməsinə imkan verməyim. 17 oktyabr. Axı niyə heç nəyi xatırlaya bilmirəm? Bu zəifliyimə qalib gəlməyə cəhd etməliyəm. Alisa deyir ki, mən günlərlə çarpayıda uzanır və sanki kim olduğumu, harada olduğumu bilmirəm. Sonra isə yaddaşım yerinə gəlir və mən onu xatırlayıram. Nələrin baş verdiyini anlayıram. Amneziyanın ilkin əlamətləri. İkinci uşaqlığın simptomları. Bunu necə adlandırırlar? Qocalıq. Onun yaxınlaşdığını hiss edirəm. Beyin proseslərinin sürətləndirilməsinin nəticələri o qədər qəddarcasına məntiqidir ki, mən hər şeyi çox sürətlə öyrəndim. İndi də beynim həmin sürətlə geriyə gedir. Bəs bunun baş verməsinə imkan verməsəm, bununla mübarizə aparsam nə isə dəyişə bilərəmmi? Uerindəki o adamlar haqqında onların mənasız təbəssümü, ifadəsiz sifətini düşünürəm. Hamı onlara gülür. Balaca Charlie Gordon gözlərini pəncərənin arxasından mənə zilləyir. O gözləyir. Nə olar? Bircə bu yox. 18 oktyabr. Təzəlikcə öyrəndiklərimi unuduram. Klassik nümunə baş verir. Ən son öyrəndiklərimi ən tez unuduram. Bu nümunə sayılır ki, buna bir baxmaq lazımdır. Elgiorno Gordon effekti haqqında yazdığım məqaləni oxuyuram. Və o məni məhz özümün yazdığını bilsəm də, mənə nədənsə elə gəlir ki, onu başqa bir adam yazıb. Məqalənin çox hissəsini ümumiyyətlə başa düşmürəm. Bəs nəyə görə hər şeyə bu dərəcədə qıcıqlanıram? Əsasən də Alisa mənimlə xoş rəftar edəndə, o mənzili təmiz və səliqəli saxlayır, əşyalarımı yerbəyer edir, qabları yuyur, döşəməni silir. Alisa'ya bir də bu səhər qışqırdığım kimi qışqırmamalıyam, çünki onu ağlatdım. Onun ağlamasını istəmirdim, amma o da gərək sındırdığım valları və cırdığım kitabı qutuya yığmayaydı. Bu məni özümdən çıxartdı. O əşyalara kiminsə toxunmasını istəmirəm. Onları elə həmin küncdəcə qalaqlanmış vəziyyətdə görmək istəyirəm. Onlar mənə arxada nələri qoyduğumu xatırladır. Mən yeşiyə bir təpik vurdum və içindəkiləri döşəmənin üstünə boşaltdım. Alisa'ya dedim ki, onlara bir də əl vurmasın. Axmaqlıq idi. Mənə elə gəlir ki, hirslənməyimin səbəbi Alisa'nın həmin əşyaları saxlamağı axmaqlıq hesab etsə də, bunu mənə açıq şəkildə deməməsi idi. O sadəcə özünü elə aparırdı ki, güya onları yığışdırması tamamilə normal bir şeydir. O mənim könlümü almağa çalışır.
Bir də ki, qutunu görəndə o yerindəki oğlanı və onun düzəltdiyi yaman günlük lampanı, hamının da onun könlünü almasını, bərbad bir şey düzəltdiyi halda sanki möhtəşəm bir şey düzəldibmiş kimi davranması yadıma düşdü. Alisa da mənə məhz bunu edir. Mənsə buna tab gətirə bilmirəm. O yataq otağına gedib ağlamağa başlayanda özümü lap pis hiss etdim və gedib ona dedim ki, bütün günah məndədir. Mən onun kimi yaxşı adama layiq deyiləm. Axı nəyə görə özümü heç olmasa onu sevməyə davam edəcək qədər idarə edə bilmirəm. Heç olmasa bu qədər. 19 oktyabr. Hərəkət koordinasiyam tamam pozulub. Tez-tez nəyəsə ilişirəm. Əşyalar əlimdən yerə düşür. Əvvəlcə buna özümün səbəbkar olduğum ağlıma gəlmirdi. Elə fikirləşirdim ki, hər şeyin yerini dəyişən Alisadır. Zibil qabı ayağımın altında idi. Elə kətillərdə. Hamısını da Alisanın tərpətdiyini düşünürdüm. Amma indi başa düşürəm ki, məsələ mənim özümdədir. Hər şeyi düzgün etmək üçün asla hərəkət etməliyəm. Yazı maşınında mətn yığmaq da lap çətinləşib. Axı nəyə görə hər şey üçün elə hər şey Alisanı günahlandırıram? Bəs o niyə heç vaxt mənimlə mübahisə etmir? Bu məni lap çox əsəbləşdirir. Çünki onun mənə yazığı gəldiyini özündən oxuyuram. İndi yeganə əyləncəm televizordur. Günümün çox hissəsini televiktorinalar, köhnə filmlər, teleseriallar, hətta uşaq verilişləri ilə cizgi filmlərinə baxaraq keçirirəm. Nə qədər çalışsam da özümü televizoru söndürməyə məcbur edə bilmirəm. Gecələr köhnə filmləri, qorxu filmləri, hələ yatmayanlar üçün şoular, sonra heç yatmayanlar üçün şoular, hətta artıq bağlamaq üzrə olan kanalda balaca bir moizə də verirlər. Lap sonda isə arxa fonda dalğalanan bayrağın müşayiəti ilə himn oxunur və nəhayət yumulmayan gözü ilə mənə kvadrat pəncərədən baxan sönmüş kanal qalır. Nəyə görə mən həyata həmişə pəncərədən baxıram? Televizora bu qədər baxdıqdan sonra da özümə əsəbləşməyə başlayıram ki, oxumağa, yazmağa, düşünməyə bu qədər az vaxt qalmışkən nəyə görə içimdəki uşağa hesablanmış bu yalançı şeylərlə beynimi zəhərləyirəm? Özü də ki, içimdəki uşağın ona şüurunu qaytarmağımı tələb etdiyi bir vaxtda. Bütün bunları bilirəm. Amma Alisa mənə deyəndə ki, zamanımı boşuna xərcləməməliyəm, onda hirslənir və ona məni tək buraxmasını deyirəm. Mənə elə gəlir ki, çörəkxananı, anamla atamı, Normanı xatırlamıram. Xatırlamayım deyə televizora baxıram. Daha keçmişi xatırlamaq istəmirəm. Bugün dəhşətli bir şok keçirdim. Tədqiqatım zamanı istifadə etdiyim bir məqaləni Krügerin Uber-Psikiatri Qəzet məqaləsini əlimə aldım ki, bəlkə onun vasitəsilə öz yazdığım məqaləni anlaya bilərəm. Əvvəlcə elə fikirləşdim ki, gözlərimə nəysə olub. Sonra başa düşdüm ki, mən daha almanca oxuya bilmirəm. Bildiyim qalan dilləri də yoxladım. Hamısını unutmuşdum. 21 oktyabr. Alisa çıxıb getdi. Görüm xatırlaya biləcəyəmmi? Hər şey onun biz cırılmış kitablar və kağızlar sınmış valların döşəməyə səpələndiyi yerdə bütün bu çirkab içində yaşaya bilmərək sözləri ilə başladı. Hər şey öz yerində qalacaq deyə ona xəbərdarlıq etdim. Axı niyə belə yaşamaq istəyirsən? Mən istəyirəm ki, hər bir əşya onu qoyduğum yerdə qalsın. İstəyirəm ki, hər şey gözümün qabağında olsun. Daxilində nələrinsə baş verdiyini və sənin bunu nə görə, nə də idarə edə bildiyini, hər şeyin barmaqlarının arasından axıb getdiyini dərk etməyin necə bir his olduğunu bilmirsən. Haqlısan. Heç mən də indiyənəcən deməmişəm ki, sənə baş verənləri anlayıram. Sən məndən qat-qat ağıllı olanda, nə də indi. Amma sənə bir şey deməliyəm. Əməliyyat olunmamışdan qabaq sən belə deyildin. Sən öz çirkabında yuvarlanmırdın. Gününü özünə yazığın gəlməklə keçirmirdin. Bütün günü televizorun önündə oturmaqla beynini zir-zibirlə doldurmurdun. Cəmaata kobud cavablar vermirdin. Hamının üstünə bağırmırdın.
Səndə elə bir şey var idi ki, biz sənə hörmət etməyə vadar edirdi. Bəli, sən o vəziyyətdə olsan da, səndə elə bir şey var idi ki, mən onu əqli geriliyi olan adamların heç birində heç vaxt görməmişdim. Mən eksperimentə razılıq verdiyimə görə peşman deyiləm. Heç mən də. Amma sən əvvəllər sahib olduğun o nəsəni itirdin. Sənin təbəssümün vardı. Boş axmaq təbəssümüm. Yox, əsl ilıq təbəssümün vardı. Çünki insanların səni sevməsini istəyirdin. Onlarsa məni məsxərəyə qoyur, mənə gülürdülər. Elədir. Lakin onların nəyə görə güldüklərini başa düşməsən belə hiss edirdin ki, onlar gülürlərsə, deməli səndən xoşları gəlir. Sən uşaq kimi hərəkət edirdin. Özün də onlara qoşulub özünə gülməyə başlayırdın. Xətrinə dəyməyəcəksə deyim ki, indi özümə gülmək kimi bir istəyim yoxdur. Alisa özünü ağlamaqdan güclə saxlayırdı. Mənə elə gəlir ki, onu ağlatmaq istəyirdim. Bəlkə də elə buna görə oxumağı öyrənmək mənim üçün bu qədər vacib idi. Mənə elə gəlirdi ki, bu adamların məni sevməsinə səbəb olacaq. Düşünürdüm ki, dostlarım olacaq. Gülməlidir, elə deyilmi? Bunun üçün yüksək intellektual səviyyədən daha artıq şeylər sahib olmalısan. Bu söz məni özümdən çıxartdı. Bəlkə də ona görə ki, Alisanın söhbəti nəyin üstünə gətirib çıxarmaq istədiyini əslində anlamadığım üçün. Son günlər o daha çox hicimlə danışır və əsl fikrini birbaşa demirdi. Sadəcə ilham edirdi. O beləcə danışır və məndən onun düşüncələrini başa düşməyimi gözləyirdi. Mən onu dinləyir və özümü elə göstərirdim ki, güya hər şeyi anlayıram. Amma ürəyimdə qorxurdum ki, o mənim tamamilə heç nə anlamadığımı başa düşəcək. Mənə elə gəlir ki, sənin çıxıb getmək vaxtın çatıb. Alisa qıpqırmızı oldu. Hələ yox, Charlie. Hələ vaxtı çatmayıb, qovma məni. Sən məsələni daha da qəlizləşdirirsən. Özünə elə aparırsan ki, güya mən hələ hər şeyi edə, mənasını belə anlamadığım şeyləri başa düşə bilərəm. Sən məni məcbur edirsən, eynilə anam kimi. Elə deyil. Etdiyin hər şey bunu göstərir. Tökdüyüm əşyaları necə götürüb səlqəyə salmağın, mənim marağımı cəlb edəcəyi ümidi ilə ətrafıma kitabları qoymağın, məni düşünməyə vadar etmək üçün xəbərləri danışmağın. Özün deyirsən ki, heç nə olmaz. Amma etdiyin hər şey bunların sənin üçün necə önəmli olduğunu göstərir. Elə həminki məktəb müəllimisən. Nə konsertə, nə müzeyə, nə də xarici filmlərə baxmağa getmək istəyirəm. Məni özüm və həyat haqqında düşünmək üçün mübarizə aparmağa sövq edəcək heç bir şey etmək istəmirəm. Charlie, sadəcə hamı məni tək qoysun. Mən artıq əvvəlki adam deyiləm. Mən də parçalanıram və sənin burada olmağını istəmirəm. Mən Alisanı ağlatdım. Bugün orta o əşyalarını yığıb getdi. Mənzil indi sakit və bomboşdur.